14-ə gələk, görək nə deyir? Deyir ki, DAC, yəni bu bucaq, bunu seçək. Deməli, bu bucaq bərabər imiş DC-yə, bu bucağa bərabər imiş. Sonra da deyir ki, AO ilə də BO eyni imiş. AO ilə də BO eyni imiş. Yəni, baba, bura adı, burada adı eyni imiş. İndi nə deyir? C ilə də D-nin bir-birinə bərabər olduğunu deyərik. Niyə deyərik? Çünki, baxın, burada qarşılıqlı bucaqlar var. Axı, iki kəsikən düz xəttdə qarşılıqlı bucaqlar bərabərdir. Onda biz nə alırıq? Biz 2-3 bucaq alırıq. Birincisi bu 3 bucaqdır. Bunu biraz balacalaşdıraq. Birincisi bu 3 bucaqdır. Bu 3 bucağın bir tərəfi və ona bitişik 2 bucaq. Deməli, bu dəfə tərəf bucaq-bucaq əlamətidir. Gəlirik, burada baxırıq ki, burada da həmin tərəfdir, adı. Ona bitişik 2 bucaq eynidir. Yəni, orada da yenə nə olur? Tərəf, bucaq-bucaq əlaməti. Deməli, bu 3 bucaqlar eynidir. Yəni, kongruent 3 bucaqlardır. Ona görə onun 3-cü bucağı da nə olur onsuz da? Eyni olur. Bu bucağı da eyni olur. Yəni, bu 3 bucaqlar ümumiyyətlə eyni olur. Yəni, betanın qarşısındakı AC-yə B desək, burada da betanın qarşısındakı bu nə olur? B olur. Alfanın qarşısındakı məsələn C desək, burada da alfanın qarşısındakı C olur. Belə.